Salam. Təmizlik videosu ilə qarşınızdayım. Buraların belə dağınıq olduğuna baxmayın, görməyin. Pastelimi dəyişmək istəyirəm. Orada biz ortaya balış niyə qoymuşam? Aylincik gəlib yanımıza. Axşam ona görə gətirdim, elə balış qoydum ki, rahat yatsın. İstəyir ki, başlayıb uşaqlanmağa. Sizlə yatıram, mən körpəyəm, mən balacayam. Gəlib bizlə yatdı. İndi istəyirəm pastelimi dəyişəm. Bunları salam. Yavaş-yavaş başlayayım işlərimə. Buna ehtiyac yoxdur, axşam gətirmişim. Belə qəşəng hava var. Əsl yaz havasıdır. Bu gecə istidən ölmüşük. Yoldaşıma deyirəm ki, kombiləri artıq söndür. Çünki çox isti idi. Bunu əslində mən ütülüyüb qoymuşdum. Amma qırışları var, açılacaq. Yatanda inanmışsınız. Heç o havada, ütü havasında deyiləm. Amma ütülüyüb qoymuşdum. Çox güman ki, nəsə götürüb uşaqlar. Şkafda belə qırışır. Yəqin nəsə götürən deyəndə. Bitti. Yataq otağımızı yığışdırdıq. Pastelimizi dəyişdik. Oldu çiçək kimi. Pəncərəmiz açıqdır. Biraz hava gəlsin deyə. Bir-iki saat açıq qoyacağım. Belə qəşəng hava gəlsin. Yaz ətri gəlsin. Belə. İndi gedək. Digər işlərimizi görək. Keçdim uşaqların otağına. Bayram gəlir. Ona görə də bu pastellər də istəyirəm dəyişəm. Uşaqların pastelini düzdür, biraz başımda ağrı var. O qədər də yaxşı keyfim yoxdur. Təmizliyə bu havasında deyiləm, onu məcburən etməliyəm. Bunları da dəyişim, uşaqların pastellərini.
Təmizdir. Bu arada təzə yuyub belə sərmişdim. Uşaqlar istəyir. Tüklər başqa sərməklə bunu sər. Ama yenə də. Samokun tapsam açacağım. Tapdım. Hələ ki yorğanı yığışdırmıram. Yəni yorğanı yığışdırmağa tezdir də. Üstə uşaqlar mənə oxşayıb üşüyəndilər. Deniz'in pasteli hazır. Denizin yeri de değiştim. Hazır. Dağ boyda pastelim var. Hala özümünkiler de çölde. Aparırım, yiyeyim. Fidanın yerinde değiştim. Ailişinde. Pencereni açık koymuşam. Hava gelsin buradan da. Belə buralar təmizdir. Dünən təmizləmişəm. Bir dənə toz soran çəkəcəm. Sadəcə amma belə sinəsi tozlum yoxdur. Pəncərədə bir xeyli açıq qalsın. Havası değişilsin otağın. Geldim kuxnaya. Kızların pastelini atmışam. Bizimki yuyuldu. İndi onu attım. Qoşum. Yiyorsun. Burada da belə quymaq hazırlayıram. Qəşəngdə hamı öz zonasına görə, rayonuna görə hazırlayır. Bizdə də belədir. Yəni mamamdan öyrəndiyim. Belə hazırlayıram. Səhər yeməyi də uşaqlar istədi. Bayaqdan bu məstanı axtarıram. Görün harda tapmışam. Can, yaxşı. Narahat elədim səni. Hə? Orada bax, bir balaca gün var, özünü ora günə verir. Uş, Zişko. Zişko. Kıs kıs. Can. Ay. Oynamışdı işe. Bütün evi sen axtarmışsın. Oy, yıkılmıştın. Zuzi. Zuzi. Buxağlım. Buxağlım. Uş, nazlı kızım. Tuzlu kızım. Bütün gün oynamak ister, bütün gün. Kıs kıs kıs. Geldim. Kıymağını da geçen kaynıyor. Burada kaynasın pişsin. Gelin biraz yeni işlerden görün. Burada kaynıyor kıymağımız. Ucuk ucuk.
Qəşəng qaynasın. Və hazır oldu. Mən belə qazmaqlı sevirəm. Bizdə. Mən bir də fidan. Şu digər dəniz gibi qazmaqsız sevirlər. Belə oldu, bizə nuş olsun. Əslində çox tündür, burada açıq düşür. Biraz işıq aparım, hə, baxın, belə. Keçdim həyətə. Burada ölən güllər var. Bilirsiniz, bəlkə də işıq düşür, yaxşı görsənmir. Onları kəsdim, qayçıladım ki, yeniləri bitsin. Bəzi burada otlar çıxıb, onları hamarlayacağım. Həyət yuyulmalıdır. Dəniz köməkçimdir bugün. Burada belə güllərimi çıxartdım. Həyətə artıq istidir hava. Yavaş-yavaş işlər görülür. Ne kadar gülün görmüşəm. Güllərdən çıxan. Belə ne kadar var. Burada kilimiz var, ne bir şey. Təzə əkdim onu. Aylar indi əşdi. O kadar var ki artık kılıktırlar. Təzə kılık. Gülləri çıxartdım. Baxın, bizim nar ağacımızda çiçəkləyir dəniz. Ha. Baxın, qızlar, biz bu nar kötüydə, yəni nar əkmişdik biz bura. Çox Baxın, əvvəllərdə, bura köçəndə, təzə köçəndə. baxın, tumurcuq verib çiçəkləyəcək inşallah. Belə buraları yığışdıraq. Torpaqla vaxt keçirtməyi o qədər sevirəm. Gül, çiçək, mənki belə şeylərdir. Amma mən heyvanlardan qorxuram. Hə, bizdə uşaqlar qorxur. Gələcəkdə istəyərəm geniş həyətli, nə bilim, belə toyuq-cücə saxlamalı yerim olsun, əkim, nəysə də çoxlu ağaclar. Bizdə sadəcə belə burada qıraqda gül yeridir bura. Biraz böyük saxlamışıq. Bu da nə gülüdürsə ölüb. Malisi. Bunda belə ona başqa bir şey əkərik, qalsın burada. Yaxşı. Bunda belə bula. Bu şeydi. Yadımdan çıxdı, payız gülü. Biraz azalt, suyu azalt biraz. Hə, yaxşıdır. Güllərimizi suya. Havalar süreçi bol su çekmek lazım değil. Topraklar duruyor. Hayır, sakit ol. Güzelim, sakit ol da. Mamam başı ağrıyor. Ben bugün sana dedim ama ki benim başım ağrıyor. Yaxşı baba. Bütün evde gülleri çıkarttım hamısını. Evdə gül qalmadı. Bir de limon qalıb. Limonu da gedib gətirərsən Dəniz. Göster kızım. Ne kapatıyorsun? Ne istiyorsun Deniz? Alo. Ben burada həyat yiyirəm. Burada xam yerində yiyor Aylin. Velosipedi oraya koy kuzu. O tərəfə koy. Aha. Velosipedini də yurduq elə həyətdəydi. Təkərləri boşsa ata doldurar aparıb. Apar oraya koy kombiyi. Hə. Şuna çıxın yanına. Ay sağ ol. Bu kız da məndən burada iş gördü. Özünə əl qat. Xəstələnərsən ki. Hə, все, hava o qədər istidir. Elə heç, yəni xəstələnməz ümid edirəm ki. Xəstəlik havası yoxdur. Çox istidir. Все, şəpiyini geyin ana qurban. Şəpiysiz olmaz. Yudum qəşəng hər yeri.
Ya, bəlkə də günəş şüası düşür, yaxşı çəkə bilmirəm. Bir balaca burada qum qalıb, hə. O da yəqin velosipeddən töküldü, hə? Hə, tamam. Bəs yox, yetər. Güllərimiz də qəşəng oldu. Girdi Alinələr, məni tək qoydu, bax. İndi orada bütün güllər açacaq, hamısı. Təmizlədim hamısı, indi inşallah yavaş-yavaş açacaq. Göstərəcəm sizə açanda, o qədər gözəl olur. Paltarlarımı sərmişəm. Burada çiçəkləri. Buna bakın. Ne güzel gidiyor bu iş. Çok güzeldi. Ne kadar düğme töküb. Bu bir dənə idi. İnanırsınız bir dənə. Mən qoyanda pəncərəyə. İndi uşaya o kadar baxın. Ne kadar düğme töküb. Qəşəng. Bu günümdə. Bu da elə belədir. Bir ildir belədir. Görək nə ölmür, nə belə yazığım gəlir atmağa. Su tökürəm. Bunu da yeni əkdim. Yadınızdadır, Zuzi qırmış deyə. O güldən. Kek atdı qəşəng. Bugün əkdim. İnşallah ki, yaxşı çıxar. Bu da belə. Bunu qaynanan vermişdi. Bilmirəm nə gülüdür. Belə. Bu da baxın düymələri. Kaktusum. Belə. Limonu da belə çıxartdım. Qəşəng yıdım ağaçda yarpaqlarını. Qoydum bura. Belə limon yarpağı düşdü. Külək oldu bəlkə də ona görə. Aylin də velosipedini qoyub bura. Düzəldim bura belə. Tində qalsın. Belə. Gedim indi süpürgəni götürüm oradan. Buranı da həyətin qabağında yumuşam. Qapını da yudum qəşəng. Həyətin qabağını da yudum. Təmizlik bitdikdən sonra bazara getdim və bazarlıq elədik biraz. Nələr almışam onları göstərim. Deməli, burada apensin, 3 ədəd, bir də limon. Belə. Daha sonra biraz belə konfet, Riki Kiki çox sevirəm. Şokolad. Vaflili şokolad. Biraz böyle konfet. Daha sonra biraz böyle. Bundan 2 dəfə aldım. Yoxlayacağım. Bilmirəm dadını. Biraz da böyle konfet. Sonra 2 kilo peso. 1 da 2 kilo peso. 1 kilo böyle aləmşah büyür. Bu konfeti de çıxardım. Aləmşah büyür. Daha sonra 3 kilo un. 1 kilo da burada. 3 kilo un. Böyle kofe. Uşaqlar sevir. Daha sonra inanın ətin qiyməti o qədər qalxıb. Yəni ben şok. Türklər demiş 15 manat 50 qəpik olub da. Burada 30 manatlıq ət var, amma heç ortada bir şey yoxdur. Belə ət aldıq. Yarpaq dolması bükəcəm. Daha sonra burada bunlardan çox sevirəm. Görmüşkən aldım inna böyüyündən. Bir də belə balacasından. Daha sonra belə alma aldım. Kilosu 1 manata. Daha sonra belə nazik köklər tapmışam uşaqlar üçün yeməyə. Belə. Daha sonra belə nazik kök uşaqlar üçün yeməyə. Burada da qalın kök suba salat zat eləməyə belə. Daha sonra 3 ədəd belə toyuq aldım. Pərəc toyuğudur yenə. 1, 2, 3 ədəd toyuq.
Ondan sonra kilo yarım pomidor və kilo yarım da xiyar. Bir balon da belə qatıq. Və salam. Yerləşdireyim, əti çəkməliyəm. Ətini çəkməliyəm. Bab gətirim. Bakın, yılana benziyor. Şöyle uzun bakın. Up uzun. Belki de kamerada yaxşı göstərə bilmədim. Up uzun da uzun. Bunu dənə çəkim. Yarpaq dolması bükəcəm. Yəqin ki, bozbaşlıqda saxlayaram. Çünki sümüyü də var. Belə. Peyli yerlərini ama götürəcəm. Burada belə qurumuş dərləri var, onları çıxardıram. Zuzi. Yuzi də mənə baxır. Mən bayram vlogu çəkə bilməyəcəm. Çünki yəni bayram süfrəsi o qədər də yəni biz hazırlaşmaya keçirməyəcəyik bu il. Yəni bilirsiniz, təzə hüzurumuz düşür. Ona görə də bayram vlogu olmayacaq. Bir çox bacılar görürəm yazır. 3-4 dəfə səhv eləmirəmsə papaq atmağı çəkin, belə bayram hazırlıqları çəkin. Yəni çox təəssüf ki, bu Novruz bayramını çəkə bilməyəcəm. İnşallah növbəti illərdə çəkərəm. Belə sümüklü ət ayırdım. Bozbaş bişirilməlik. Bir də belə çəkili ət. Yəni 31 manat üçün çox azdır. 15-50 olub bizdə ətin kilosu. Belə bunları paketə yığıb buzlamaya qoyuram. Bunu da indi çəkəcəm.